اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. ويوم يعض الظالم على يديه يقول يا ليتني اتخذت مع الرسول سبيلا يا ويلتى ليتني لم أتخذ فلانا خليلا. صدق الله العلي العظيم. Eyyuhel mu'minun, usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. Allah Teala bizleri tekva ehlinden karar versin inşallah. Bu mübarek cümə gününü, hansı ki her dəqiqəsi, her saatı, her anı çox dəyərlidir, qiymətlidir. Allah qatında bizler üçün də ötüb keçəndir. Yəni sabit qalmaz, ötüb keçən gündür, amma dəyəri çox böyüdür. Çünki bugünkü gündə edilən hər bir xeyir əməl, yaxşı əməl dəfələrlə artıq Allah qatında savab ilə hesablanar. Əməl dəftərimizə yazılar inşallah. Və Allah Teala bizi çirkinliklərdən, pisliklərdən, pis əməllərdən uzaq eləsin, qorusun ki, bugünkü mübarək gündə bizim əməl dəftərimizə xeyir olmayan şər əməl zəbt olunmasın inşallah. Əziz möminlər, günün yəni xütbənin mövzusuna daxil olmamışdan qabaq, bilirsiniz ki, aprel ayının ilk günləri 2016-cı ildə başlamış aprel döyüşləri adı ilə məşhur olan torpaqlarımızın bir qisminin azad olunduğu günlərə təsadüf eləyir. Hələ 2020-ci ildən öncə xalqımızın, ordumuzun rəşadəti sayəsində erməni işğalçılığı altında olan torpaqlarımızdan bir qismi zəfər çalınaraq o qism torpaqlar azad olundu. Xüsusən Talış yüksəklikləri, Lələtəpə yüksəkliyi və çox böyük necə deyirlər, orada uğurlar əldə olundu. Amma şəhidlərimiz də oldu. Əziz şəhidlərimizin Allah Teala ruhlarını şad eləsin. İlk uğurumuz torpaqlarımızın işğal altında olmasından sonra ilk uğurumuz həmin il, 10 il bundan əvvəlki aprel döyüşləri zamanı baş verdi və o sanki 2020-ci ildəki 2-ci Vətən müharibəsi dönəminin müjdəçisi oldu. Həmin şəhidlərimiz həmin günlərdə 4-5 gün ərzində rəşadət göstərmiş şəhidlərimiz sonraki illərin uğurunun, yəni işğaldan azad olunmaq yolunda gedən proseslərin müjdəçisi oldular. Allah Teala bütün şəhidlərimizin məqamını ali uca eləsin. Torpaqlarımız, vətənimiz uğrunda, suverenlik uğrunda canlarını fəda eləmiş şəhidlərimizə uca Allahdan rəhmət niyaz edirik. Qazilərimizə şəfa diləyirik və ordumuza, cəmaatımıza, xalqımıza, millətimizə Allah Teala izzət nəsib eləsin. Düşmənlərimizi həmişə məhvi, nabud eləsin inşallah. Mövzumuz isə bugünkü günün xütbəsinin mövzusu dostluğa sədaqət məsələsidir. Qur'an-ı Kərimdə, dinimizdə ümumiyyətlə insan şəxsiyyətinin formalaşması, insanın öz iradəsi və istəyi ilə bərabər müxtəlif xarici amillərin də təsiri göstərilir ki, bu faktor onların da ən mühümü insanın oturub durduğu, yoldaşlıq elədiyi, dostluq elədiyi insanlardan
bəzən təsirlənir. Çünki insan istər-istəməz təsirə məruz qalan bir varlıqdır və öz düşüncə və əxlaqi xüsusiyyətlərini özü ilə bərabər sosial cəmiyyətdə yaşadığı, xüsusən daha çox ünsiyyət saxladığı, dostluq elədiyi, yəni onunla dərdini bölüşdüyü insanlardan daha çox təsirlənər və yaxud daha çox onun xüsusiyyəti ilə xasiyyətlənər. Bu həm elmi yolla təsdiqini tapıb, həm təcrübi yolla, həm də ki, real müşahidələr sübuta yetirir ki, insan övladı ən çox kiminlə dostluq eləyir, o dostluq səbəbindən onun şəxsiyyətini formalaşması o münasibətdən asılı olar. Ona görə hədis-i qüdsilərdə Həzrəti Süleyman Peyğəmbərdən Həzrəti Peyğəmbərimiz də belə bir gözəl hədis buyurur, nəql edir. Buyurur ki, "Lə təhkumu alə raculun bi şeyin hatta tanzuru ilə mən yusahibu fe innema ya'rufur raculu bi əşkalihi və əqranihi və yensabu ilə ashabihi və əxdanihi." Buyurur ki, dostlarını görməyincə heç kəs barəsində qərar verməyin. Yəni bir insan barəsində, bir insanın şəxsiyyəti, xasiyyəti, xüsusiyyəti barəsində hansısa bir qərarı verməmişdən qabaq, onun kiminlə dostluq elədiyini, kiminlə oturub durduğunu müşahidə eləyin. Birincisi ona baxın. Çünki insan dost və yoldaşları ilə tanınar. Yəni insan övladı öz dostu, yoldaşı kimdirsə soruşarlar. Bizdə də atalar misalı var. Deyərlər ki, filan kəs necədir? Deyərlər ki, cavabında onun dostu kimdir? Kimlə oturub durur? Onu mənə göstər, mən də deyim kimdir. Bu mənada, yəni istər peyğəmbərlərin bizlərə buyurduğu tapşırıqlar, istər Əhl-i Beyt aleyhimussalamın bizlərə buyurduğu tapşırıqlar da bu yöndədir. Necə ki, Həzrəti Əmir Əl-Mömin əleyhissalam da buyurur ki, فَمَنْ اِشْتَبَهَ عَلَيْكُمْ أَمْرُهُ وَلَمْ تَعْرِفُوا دِينَهُ Buyurur ki, əgər kiminsə vəziyyəti sizdə şübhə doğurursa, onun hansı dinə qulluq etdiyini bilməsəniz, dostlarına baxın. Yəni, sizin kiminsə barəsində bir şübhəniz varsa, dinini bilmirsinizsə, hansı dinə mənsubdur, qulluq eləyir və s. Onun dostuna baxın. Dostundan biləcəksiniz ki, bu insan necə insandır. Əgər dostları Allah dininin davamçıları olsalar, deməli o da Allahın dinində olan adamdır. Yox, əgər Allah dininin davamçıları olmasalar, deməli o da Allahın dinində deyil deyə Həzrəti Əmir Əl-Mömin əleyhissalam bizə bu tövsiyələrdə bulunur. Ona görə dost seçəndə və yaxud kiminlə oturub durduğumuza diqqət eləməyimizi bizə Həzrəti Peyğəmbərimiz buyurur. Buyurur ki, dostlarınıza diqqət edin. Həqiqətən ölüm insanın sorağına gəldiyi zaman dostları onun qarşısında hazır olacaqlar. İnsan elə ki, ölüm anına yetişdi, artıq ruhu bədənindən ayrılmaq üzərindədir. Yəni, necə deyərlər, hələ ölümlə həyat arasındadır ki, insanın ən çətin anıdır. Allahın verir izzətinə, cəlalına bizə o anımızda Peyğəmbər, Ali Peyğəmbər ehtiramına yardımcı olsun. Deyir, həmin səkəratil maut vaxtında dostlar gəlib insanın qarşısına dayanar. O insanlarla ki, oturub durub, onu qəlbinə yaxın buraxıb, onu özünə ən yaxın bilib, o insanlar səkəratil maut vaxtı gəlib insanın gözünün qarşısında olarlar. Əgər onlar salih əməlli insanlar olsalar, gözəl şəkildə gözünün önündə cilvələnəcəklər. Yox, pis hərəkətlər eləyiblərsə, məsələn, pis yoldaşlıqda olublarsa, pis dəyərlər üzərində dostluq ediblərsə, çirkin şəkildə görünəcəklər. Həqiqətən insan ölən zaman onun gözünə bir sıra əməlləri, davranışları surətlər şəklində
görsənərlər. Yəni burada Hz. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin buyurduğu bu məsələdə həm şəxsən, yəni kiminləsə dostluq etdiyin bir dostun da insanın gözünün qarşısına dayana bilər. Və yaxud hansısa bir hərəkət və ya davranışı, hansısa bir əməli özünə dost bilənin dost kimi gəlib qarşısında cilvələnəcəyini, yaxşı və ya pis şəkildə cilvələnəcəyini bizlərə bəyan edir Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Quran-ı Kərimdə bayaq oxuduğum Furqan surəsinin 27-ci ayəsində Allah-u Teala buyurur ki, Bismillahirrahmanirrahim və yevme ya'uddu-zalimu ala yedeyhi yaqulu ya leyteni ittexaztu ma'ar-rasulu sabila. Buyurur ki, həmin gün, yəni qiyamət günü zalim kimsə, yəni zülm edən, özünə zülm edən kimsə və yaxud özü ilə bərabər başqalarına zülm edən kimsə, kimdir özünə zülm edən kimsə? O kəs ki, Allah Taala'nın yolundan sapan, yəni günahlara mürtəkib olan, Allaha əmrlərinə təslim olmayan. Deyir, o kəs deyər, kaş ki, öz əllərini dişləyərək deyər. Öz əllərini öz ağzına necə deyilər tutar, əllərini dişləyə-dişləyə, çeynəyə-çeynəyə belə deyər. Kaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım, eyni yolu gedəydim deyə bu şəkildə peşmançılıq çəkər qiyamət günündə. Bu ayət-i kərimə Furqan surəsinin 27-ci ayəsi və ondan sonraki 2 ayə müəyyən bir hadisənin üzərində şamil oldu. Bir hadisə səbəbi ilə, yəni səbəbi nüzulu var. O hadisə buydu ki, Məkkə müşriklərindən tanınmış Uqbə və Ubey adında 2 tanınmış bir adam var idi. Bunlar tez-tez ticarət səfərlərinə gedərdilər. Ya biri gedərdi, digəri qalardı Məkkədə və gedən səfərdən dönəndən sonra bir qonaqlıq təşkil edərdi. Uğurlu ticarət səfərindən sonra bir qonaqlıq təşkil edərdi və ora öz qövmünün, öz cəmaatının böyüklərini dəvət edərdi o qonaqlığa. Bu səfərdə də Uqbə səfərdən qayıdandan sonra belə bir qonaqlıq təşkil edir və həmişə də gələndən sonra Hz. Peyğəmbərimizin gələrdi, ziyarət edərdi. Amma bu dəfə Hz. Peyğəmbərimizi də öz evinə qonaq çağırır. Süfrə açılanda, yemək hazır olanda Hz. Resulullah sallallahu aleyhi və səlləm durdu ayağa və dayandı Uqbənin qarşısında. Həmin bu müşrik tacirin qarşısında. Yəni öz tayfasındandır, Qureyşdəndir, tanınmış bir adamdır. Hz. Resulullah da onu tanıyır. O da Hz. Resulullah'ı tanıyır. Ama İslam'da değil, yani dini qəbul eləməyib. Hz. Resulullah qonaq dəvət olunduğu üçün gedir evinə. Ama süfrəyə oturmamışdan qabaq qalxır, dayanır Uqbə ilə üzbəüz. Buyurur ki, əgər Allah Taala'nın təkliyinə, yəni tövhidinə və mənim peyğəmbərliyimə şəhadət verməyincə sənin yeməyindən yeməyəcəyəm deyə Hz. Peyğəmbərimiz buyurur. Bunu eşidən Uqbə çıxılmaz vəziyyətdə qalır və Hz. Peyğəmbərimizin dediyini eləyir, yəni kəlmə-i şəhadəti gətirir. La ilahə illallahı və kəlmə-i şəhadəti gətirir. Sonra Hz. Resulullah onun müsəlman olmasından əmin olandan sonra onun süfrəsində əyləşir. Bu xəbər çatır Uqbənin dostu Ubeyyə. Uqbənin dostu Ubeyyə çatanda o Uqbəni gəlir evinə və onu təhdid şəklində deyir ki, ey Uqbə, sən öz dinindən mi dönmüsən deyə eşitdim ki, sən Peyğəmbərin, yəni Hz. Peyğəmbərimizin dinini qəbul eləmişsən və onu təhdid edir. Uqbə çarəsiz qalıb deyir ki, yox, and olsun Allaha, mən dinimdən çıxmamışam. Evimə ki bir şəxs gəlmişdi, kəlmə-i şəhadəti deməsəydim, mənim yeməyimdən yeməyəcəkdi və onun da mənim süfrəmdən bir şey yeməmiş qalxmasından xəcalət çəkdim və buna görə kəlmə-i şəhadəti dedim. Yəni dediyinə peşmançılığını bildirdi və mürtəd oldu. Yəni təzədən dinindən çıxdı. Kəlmə-i şəhadəti inkar elədi. Onun dostu Ubey
Bunlar hər ikisi sonradan Hz. Peyğəmbərimiz ki, Məkkədən Mədinəyə hicrət elədi. İlk döyüşdə, Bədir döyüşündə Ubey və Uqbə öldülər, kafir kimi öldülər. Müsəlmanların əli ilə biri Bədir döyüşündə öldürüldü, biri isə Uhud döyüşündə öldürüldü. Uqbə Bədir döyüşündə öldürüldü Hz. Əmir Al-Mömin əleyhissalam tərəfindən. Ubey isə Uhud döyüşündə öldürüldü. Hər ikisi də kafir şəklində öldülər, dünyadan köçdülər. Ayət-i kərimə Furqan surəsinin 27-ci ayəsi bu hadisənin üzərinə nazil oldu. Bu hadisəyə görə nazil oldu. Deyir ki, əgər Ubey Uqbəni məcbur eləməsəydi, qəbul elədi, iqrar elədi, kəlmə-i şəhadətdən geri dönməsəydi, Uqbə saadətə yetişənlərdən olacaqdı. Yəni gəlib daimi həyat çeşməsinin qarşısında dayanıb, amma oradan onu kimsə, onun oturub durduğu, özü üçün xəlil şəklində, səviyyəsinə qaldırdığı bir dostu onu həqiqətdən çəkindirdi, uzaqlaşdırdı və Həzrət Peyğəmbərimizin dediyi kəlmə-i şəhadətdən inkar elədi və dinindən çıxdı. Yəni İslam dinindən çıxdı. Bu şəkildə Allah-u Teala bu ayət-i kəriməni nazil elədi ki, kaş ki, mən, yəni Uqbə belə deyər qiyamət günündə, əllərin çeyniyə-çeyniyə belə deyər. Əllərin çeynəməkdə də məqsəd həsrət çəkməkdir. Yəni o gün həsrət günü olacaq. O gün o kəslər ki, Allah Taala'nın dinində ya dində olmayıblar, onlar da həsrətdə olarlar, ya da dində olub, yəni müsəlman olanlar belə yenə də həsrət çəkərlər. Kaş ki, biz dünyada ikən, yəni təəssüf hissir keçirdərlər ki, dünyada ikən çoxlu xeyir iş görmədik, yaxşı əməllər yerinə yetirmədik. Ona görə təəssüf dəryasına qərq olunmuş həmin bu kafir əllərini çeyniyə-çeyniyə deyər ki, kaş mən Peyğəmbərlə bir yerdə bir yolu davam eləmədim. Yəni dostum Ubeyyin sözü ilə dindən çıxdım. Növbəti ayətdə Allah Teala buyurur ki, ya veyləti leytəni ləm ətəxiz fulanən xəlilə, vay halıma, kaş ki azğın filan kəslə dost olmayaydım. Yəni elə bir hal olar ki, insan evladı dost olduğu, bu dünyada yoldaş olduğu bir kəslə yoldaşlığına görə peşman olar. Qiyamət günündə, təəssüf günündə, həsrət günündə, peşmançılıq günündə, hansı ki, mömin də peşman olar, kafir də peşman olar. Mömin ona görə peşman olar ki, kaş mən yaxşı əməlimi çox eləyərdim. Nə az əməl eləmişəm bu dünyada. Bu dünyada ikən nə az xeyir iş görmüşəm. Amma kafir də peşman olar ki, kaş ki mən bəzi dostlarım ki, məni doğru yola hidayət olunmağımda mənə mane oldu və yaxud öz nəfsim mənə mane oldu və yaxud o hərəkətlər, o davranışlar ki, məni asiliyə, üsyankarlığa apardı, kaş ki o kəslərlə dostluq eləməyəydim deyə hər kəs o peşmançılıq günü peşman olar. Allah Teala bizləri peşman eləməsin o gündə. Növbəti ayətdə buyurur ki, لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ شَيْطَانُ لِلْإِنسَانِ خَزُولًا. Burada bu ayədə, yəni mənası da budur ki, haqqı xatırladan, haqqı mənə çatdırandan sonra o məni o xatırlamaqdan saptırdı. Yəni o dost məni xatırlamadan saptırdı. Bu ayət-i kərimələrin əvvəlində Həzrəti Peyğəmbərimizlə eyni yol getmədiyini deyir. Bəndənin adından Allah Teala. Ki mən gərək Allahın Rəsulü ilə eyni yolu gedərdim. Sonra isə onu bəndəni azdıranın özünə dost götürməyəcəyini, götürməməli olduğunu bəyan edir. Yəni iki əks hal qarşı-qarşıya gəlir iki ayətdə. Birinci ayətdə Həzrəti Peyğəmbərimizlə dostluq etmədiyinə görə, ikinci ayətdə isə pis dosta sahib olduğuna görə. İki hal qarşı-qarşıya gəlir bu iki ayətdə. Ki, kaş ki azğın filan kəslə dost olmayaydım deyə ikinci ayətdə buyurur. Bütün bu bədbəxtliklərin səbəbi isə Həzrəti Peyğəmbərimizlə əlaqəni kəsmək və həmin azğın şəxslə əlaqə yaratmaqda
ibarət olub. Yəni insan övladı bütövlükdə bu ayət-i kərimələr hər birimizə belə şamildir. Hər kəs öz peyğəmbəri ilə, öz peyğəmbərinin pak əhli beyti ilə əlaqəni kəsib, dünya insanları ilə əlaqəsini möhkəmləndirsə, mütləq azğınlığa düçar ola bilər. Ona görə ya dost olduğu şəxslər o kəslər olmalıdır ki, onlar peyğəmbər və onun pak əhli beytini tanıyanlar olsun. Hz. Peyğəmbərimizi, Allahı və onun peyğəmbərini tanıyanlar olsun. O kəslərlə oturub dursun ki, onlar Allahı, peyğəmbəri yada salsınlar. Allah Taala'nın və Hz. Peyğəmbərimizin dediklərini yada salsınlar. Amma o kəslərlə oturub durmasınlar ki, onlar Allah Taala'nın və Hz. Peyğəmbərimizin buyurduqlarını bizə unuttursunlar, bizim yadımızdan çıxarsınlar. İnsan evladıyıq. Hər birimizin fərqli-fərqli kəsimlərdən dostlarımız, yoldaşlarımız ola bilər bu həyatda. Ona görə ən dəyərli dostu necə seçəcəyik? Allah Taala'nın bizə buyurduğu kimi biz o dostu ki, o dost bizi Allah Taala'nı yada salsın. Çünki növbəti 3-cü ayətdə Allah Taala özü də buyurur ki: "Laqad adallani aniz-zikr ba'da izca'ani." O dost mənə xatırlanan Allahı yadımdan çıxartdı. Mənə xatırladılan Allahı uzaqlaşdırdı məndən. Elə bir dost yoldaşımız olmasın. Həyat yolunda elə bir dost Allah heç kəsə nəsib eləməsin ki, bizə xatırladılan Allahı bizə unuttursun. Ona görə Allah dostları ilə dostluq eləmək ən gözəl dostluqdur. Hz. Peyğəmbərimiz də dostluq barəsində bir çox şeylər, yəni bir çox tövsiyələr var. Onlardan da biri budur ki, birincisi deyir ki, şərtləri var. Onun, yəni bir dostun gizlini və aşkarı insanın özü üçün eyni olmalıdır. Dostumun gizlini də, aşkarı da sənin üçün, mənim üçün eyni olmalıdır. Gizlini də mənim üçün eyni olmalıdır, aşkarı da. Yəni, əgər gizlini gizlim bilibsə, sir bilibsə, mən də onu sir biləcəm. Aşkarı aşkar bilibsə, mən də aşkar biləcəm. İkinci, sənin zinətini dostun özününki bilməlidir. Sənin yaxşı tərəflərini, zinət olacaq tərəflərini o da özününki bilməlidir. Sənin çirkinliyini də öz çirkinliyi bilməlidir. Yəni bir dost dosta zinətini də öz zinəti bilməlidir, çirkinliyini də öz çirkinliyi bilməlidir. Və yaxud bir vəzifə və ya məqama yetişdikdə səndən üz döndərməsin. Dost o dostdur ki, hansısa bir məqama yetişəndə insandan üz çevirməsin. Dost o dostdur ki, heç nəyini dostundan əsirgəməsin. Yəni bir dost insanın qapısına, necə deyirlər, çətin dövrləri, çətin vaxtları ola bilir. Həyat elə bir həyatdır ki, insan övladı heç bir çətinlikdən sığortalanmayıb. Yəni insanın çətinliyə düşəndə onun yardımına yetişsin. Çətinliklərdə ondan üz döndərməsin. Bu mənada bir-birlərinin dünya mənfəətləri və yaxud egoist həzləri və yaxud şəxsi istəkləri ilə bir-biri ilə dostluq edənlər, yəni dünya istəkləri, dünya mənfəətləri uğrunda dostluq edənlərin dostluqları daimi olmaz. O dostluqlar ahirətdə pozular. Bu dünyada da pozulmasa, ahirət günündə pozular. O dostluq daimi olar ki, o dostluq təqva üzərində qurulmuş dostluqdur. Allah-u Teala Zuhruf surəsinin 67-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Əl-əxilləu yevmə izin ba'duhum li ba'd aduvun illəl-muttaqin. O gün dostlar belə bir-birinə düşmən kəsiləcəklər. Yəni qiyamət günü, qiyamətin ağır günündə bu dünyada hansısa bir mənafe üzərində, dünya hissləri üzərində, dünya istəkləri üzərində, egoizm üzərində, ləzzətlər üzərində qurulmuş dostluqlar qiyamət günü bir-birinə düşmən olarlar. Yalnız Allahdan
qorxmayanlar belə olmayacaqlar. Yəni Allahdan qorxanlardan başqa. Yəni təqva üzərində qurulmuş dostluqlardan başqa. Təqva üzərində qurulmuş dostluq insanı nə edir? Bir-birinə kömək edir. Allah Teala bizi yəni dostluğumuzu da, necə deyirlər, yoldaşlığımızı da, insan övladıyıq. Hər birimiz bu dünyada bir dostumuz, yoldaşımız, həmnişinimiz, dərd necə deyirlər, yarımız, dərdimizi bölüşəcək kimsələrimiz var, sosial varlığıq və Allah Teala bizə elə bir dost nəsib eləsin ki, dünya və axirət faydası bizə nəsib eləsin o. O dost dünya və axirəti qazanmaqda bizə kömək olsun. Hər ikisini bizdə inşallah Allah Teala nəsib eləsin. Bu mənada ən gözəl dostumuz Allah-u Teala'dır, Həzrəti Peyğəmbərimizdir. Həzrəti Peyğəmbərimizin paç övladlarıdır, əyyimə əthardır və onların yolu ilə davam edən möminlərdir. O möminləri də bizləri inşallah Allah Teala dost nəsib eləsin. O niyyətə və İmam Zaman ağanın salamatçılığı və zuhuru təcilinə və dostların içərisində ən sadiq dost, ən gözəl dost zəmanəmizin imamıdır, əziz möminlər. Bunu unutmayaq. Birinci bizim çətinliyimizdə, sıxıntımızda, başımıza bir iş gələndə bizim müraciət edəcəyimiz dost və imdad istəyə biləcəyimiz dost zəmanəmizin imamıdır. Ədrikni ya Əba Salih deyə biləcəyimiz bizim dostumuz var. Bunu unutmayaq. Bunu hər gün o dostumuzu xatırlayaq. Allah Teala inşallah onu səhih səlamət eləsin və onu hər birimizə dost nəsib eləsin inşallah. Və zuhurun təcil eləsin, dualarımızın qəbulluğuna Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Sadakallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bari'il halaiqil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alemin ve tabibi nufusina Ebil Qasim Muhammed. وعلى وسيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك وخزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون Usikum və nəfsi bitəqvallah. Əziz möminlər, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqva əhlindən qərar versin inşallah. Dostluqdan danışıldı birinci mövzuda. Dostluqda əslində sədaqət, sadiqlik mühüm məsələdir. Necə ki, deyildiyi kimi dostluq İstər Allaha qarşı, istər Həzrəti Peyğəmbərimizə və pak əhl-i beytinə və möminlərə qarşı, insanlara qarşı olan dostluqda əsas məsələ sədaqətdir, sadiqlikdir, yəni düzgünlükdür. Düzgünlük, sadiqliyin əksi, ümumiyyətlə hər bir terminin, hər bir sözün mənasını daha doğru anlamaq üçün onun əksini ifadə eləməmiz lazımdır. Düzgünlüyün, sədaqətin, sadiqliyin əksi ziddi kizbdir, yalandır. Yəni, yalan haqqında Həzrəti Peyğəmbərimiz buyurur ki, bütün pislikləri, bütün günahları, bütün çirkinlikləri bir otağa yıxsaq, bütün günahları, onun
qapısının açarı yalandır. Yəni istənilən günaha yalan vasitəsilə insan övladı daha tez mürtəkib olur. Yalan bütün çirkinliklərin başlanğıcıdır, əsasıdır. Ona görə yalançılıq, yəni doğru olanı təkzib eləmək, həqiqətin üstünü örtmək ən böyük günah sayılan böyük günahlardandır. Onun isə müsbət əksi isə sədaqətdir, düzgünlükdür. Düzgünlük haqqında Allah-u Teala ümumiyyətlə peyğəmbərlərini birinci doğruluqla imtihan olunaraq sonra peyğəmbər seçildikləri barəsində bəyan edir Quran-ı Kərimdə. Məsələn buyurur ki, Quran-ı Kərimdə Bismillahirrahmanirrahim Məryəm surəsinin 41-ci ayəsində "Vazkur fil kitabi İbrahimə" Ya peyğəmbər, kitabda İbrahimi yada sal, yad elə. Ümumiyyətlə vazkur, zikr et, yada sal kəlməsi Quran-ı Kərimdə bir neçə yerdə zikr olunur, keçir. Mənası da budur ki, Allah qatında dəyərli olan, baqi olan, dəyərləri baqi olan kəsimləri yada sal. Yəni o kəslər ki, onların əməlləri əbədidir. Qiyamət günündə də onun əməlləri ən uca dəyər sayılacaq. O insanları yad elə, vazkur. Zikr olunan, Allah Taala'nın əmr etdiyi, zikr olunması, yada salınması əmr etdiyi kəsimlər peyğəmbərlərdir və yaxud onların etdiyi əməllərdir. Buyurur ki, ya peyğəmbər, Hz. İbrahimi də yada sal kitabda. Niyə? Kimdir o? İnnehu kânə sıddiqan nəbiyyə. Buyurur ki, o birinci sıddiqdir, yəni sözündə doğru danışandır. Qəlbində, düşüncələrində dediyi sözü təsdiq edəndir. Əməlində də o dediyi sözü yerinə yetirəndir. Sıddiqin mənası budur, 3 mərhələli. Birincisi sözdə doğrusu olsun. İkincisi dediyi sözü elə sözdə deyib keçməsin. Onu qəlbində də təsdiq eləsin. Özü də ona kamil şəkildə inansın, etiqadı olsun. Üçüncü də onu əməldə göstərsin. O əməldə hansı fədakarlıq olur olsun, ondan keçməsin. Hz. İbrahim barəsində peyğəmbərliyini sonra zikr edir Allah Teala. Amma birinci sıddiq buyurur. Buyurur ki, Hz. İbrahim əleyhissalam sadiqdir, doğru danışandır, doğruçudur. Allah Teala'nın etiqad olaraq inandığı Allah'a həm dili ilə inandığı kimi qəlbində və əməlində etiqadı möhkəmdir. O hansısa bir fəlakətlə, hansısa bir imtihanla üzləşəndə Allah Teala'ya olan etiqadından bir anda olsa geri dönmədi və tərəddüd eləmədi. Ona görə sıddiq adlandırır. Allah Teala Hz. İbrahim əleyhissalamı sonra nəbi adlandırır. Deməli, sıddiq mərhələsinə çatmayan bir insanı Allah Teala peyğəmbər kimi seçmir. Və yaxud digər bir ayət-i kərimədə buyurur ki, "Vazkur fil kitabi İdrisə İnnehu kânə sıddiqan nəbiyyə." Bu da eyni ayət-i kərimə kimi Hz. İbrahim əleyhissalam kimi İdris əleyhissalam haqqında Allah Teala buyurur. Və yaxud Hz. İsmail əleyhissalam haqqında buyurur. "Vazkur fil kitabi İsmailə innehu kânə sadiqal va'd." İsmaili yad elə ya peyğəmbər. Yad elə, ümmətinə yad elə, yəni bizlərə yad elə. Niyə? Çünki o vədində sadiq idi. Verdiyi vədəsində sadiq idi. Hansı vədəsində sadiq oldu? Hz. İsmail əleyhissalama ki, atası İbrahim əleyhissalam deyəndə ki, oğlum, mən yuxuda görmüşəm ki, Allah-u Teala mənə əmr edir, səni Allah yolunda qurban kəsəm. Ki, niyyət eləmişdi Hz. İbrahim əleyhissalam, İsmail əleyhissalam hələ dünyaya gəlməmişdən qabaq, artıq 10 il, 11 ildən sonra Allah Teala verdiyi vədəsini geri istədi Hz. İbrahim əleyhissalamdan. Onda oğluna deyəndə Hz. İsmail əleyhissalam dedi ki, "Ya əbəti, if'al mə tu'mər." Atacan, sənə necə əmr olunursa o cürdə əməl elə. Sənin Rəbbin nəyi əmr edirsə, onda tərəddüd eləmə, yerinə yetir. Yəni, necə atası sadiq idi, oğlunu belə Allah yolunda kəsməkdən, nəzr etdiyi nəzri yerinə yetirməkdən çəkinmədi,
Əlini geri götürmədi. Hz. İsmail əleyhissalamı da Allah Teala bütün bəşəriyyətə, bütün insanlığa misal çəkir ki, o da Allah Teala'nın əmrində tərəddüd eləmədi və Allah Teala'nın da əmrinə görə atası Hz. İbrahimin bu işi yerinə yetirməkdə tərəddüd etməməsini atasından rica elədi, istədi. Bu doğruluqları Allah-u Teala Qur'an-ı Kərimdə digər bir ayət-i kərimə ilə bizlərə buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenuttaqullah və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, yəni hər birimiz Ləbbeyk Allahümmə deyə bu ayət-i kərimənin əvvəlindəki müraciətə deyə bilərik. Ey Allahım, sənin bizə müraciət elədiyin bu ayət-i kərimə bizi necə də şərəfləndirir. Bizi necə uca məqama çatdırır. Bizi iman gətirmişlər deyə bizə müraciət edirsən. Sonra buyurur ki, Allah Teala'dan qorxun və sadiqlərlə bərabər olun. Doğruçularla bərabər olun. Qalallahu həzə yevmü yenfə'us sadiqin sıdqahum. Çünki qiyamət günündə doğru danışanların doğruçuluğu yalnız onların imdadına yetişəcək. Yəni insanların dadına, imdadına ancaq doğruçuluqları yetişəcək. Bu nə deməkdir? Yəni insan övladı, bir müsəlman iman gətirdiyi bütün məsələlərdə, bütün işlərdə gərək doğrucu şəkildə, səmimi şəkildə, ixlasla qəbul eləyə. Onu qəlbinin ta ki dərinliklərində doğruluya, təsdiq elə və ona təslim ola. Bu təslimiyyətçiliyi Allah Teala qiyamət günündə sadiq kimi qəbul eləyər. Qiyamət günü o kəsi doğrusu qəbul eləyər ki, doğrusu bəndə qəbul eləyər ki, o kəs dediyi sözü, iman gətirdiyi məsələni qəlbən təsdiq edirdi və əməlində də yerinə yetirirdi. Doğrusu o kəsdir. Ona görə sədaqətin növləri üçdür. Birincisi dillə doğruçuluqdur ki, doğru sözlü olmaq, yalandan qaçınmaq. İkincisi niyyətdə doğru olmaqdır. Yəni insan övladı gərək niyyətində doğrucu olsun. Yəni iman gətirdiyi məsələyə təkcə dillə iman gətirmək kifayət eləmir. Təkcə məsələn mənim mənfəətimə ziyan da olsa, filan məsələni yerinə yetirərəm, amma elə ki mənfəətimə toxundu, ziyanı toxundu, onda o məsələdən geri çəkilməmiz bizim qəlbimizlə, niyyətimizdə olan doğruçuluğu təsdiq eləmir, yalanlayır. Dildə dediyimizi bəzən qəlbimizdə biz yalanlamış oluruq. Ona görə niyyətdə doğruçuluq ixlas deməkdir. Yəni özünü təhrik edən qüvvənin tək Allah rizası olmalıdır. Allah Teala'nın razılığı olmalıdır. Ki münafiqlər də bəzən Həzrət Peyğəmbərimizə deyərdilər ki, sən Allahın rəsulusan. Sözləri doğru idi, amma etiqadlarında doğru deyildi. Yəni sözlə niyyətin, sözlə ixlasın fərqi olmamalıdır. Əməldə sədaqət isə insanın içini xaricinə, xaricini isə içinə uydurmasıdır. Yəni bərabərləşdirməsidir. İnsanın daxili ilə batini ilə xarici arasında eynilik olmalıdır ki, o əməldə də özünü neynəsin, göstərsin. Allah Teala bizə inşallah elə bir doğrusulardan eləsin ki, biz dediyimiz sözləri qəlbimizdə də təsdiq edib, əməldə də yerinə yetirmək gücünə, müvəffəqiyyətinə sahib ola bilək. Yəni hər dediyimiz sözün, hər deyilən sözün, hər iman gətirilən ilahi dəyərin əməldə yerinə yetirilməsi öz əksini tapmır çox vaxt. O öz əksini tapanda Allah Teala buyurur ki, onlar sadiqlərdir, onlar siddiqlərdir. Qiyamət günündə onlar siddiqlər kimi qəbul olunanlar. Ona görə böyüklərdən, alimlərdən biri gözəl bir sözü var. Buyurur ki, daimi olan bir vacibi əda edə bilməyən insanın müəyyən vaxtlardakı vacibləri qəbul olunmaz. Daimi vacib olan əmrləri qəbul edə bilməyən insan
Yani məsələn bizim namazlarımız günün 5 vaxt namazlarında insan övladı için daimidir də, düzdür, daha doğrusu vacibdir. Günün müəyyən vaxtlarında və yaxud ilin müəyyən ayında oruç tutmaq vacibdir. Bunlar müəyyən vaxtların vacibidir. Bir də insan övladı bir daimi vacibin içərisində olmalıdır. Buyurur ki, əgər daimi vacibi yerinə yetirə bilməyən, o müəyyən vaxtlardakı yerinə yetirdiyi vacibdə səmimi deyil, ixlaslı deyil. Yəni, insan daima sadiq olmağı bacarmalıdır. İnsanın qəlbi, niyyəti, düşüncəsi daima ixlasla olmağı bacarmalıdır. Əgər o daimi səmimiyyətdə deyilsə, Allah Taala'nın səmimi qulu deyilsə, onun müəyyən vaxtlardakı qıldığı vacibi namazları qəbul olmaz. Allah bizi o səmimi sadiqlərdən eləsin, doğrusulardan qərar versin və bizi sədaqətin, sadiq olmanın necədirlər, ən yüksək mərhələsinə çıxan Hz. Peyğəmbərimiz və pak əhl-i beytinin ardıca gedənlərdən nəsib eləsin, onlardan olmağı nəsib eləsin. Çünki bütün hallarda biz onların ardıca gedib, onları iqtida edə bilməsək, onların ardıca gedə bilməsək, Allah Teala bizi əbədi səadətə yetişdirməz. Allah bizi onlar vasitəsilə inşallah onların da inayəti ilə ardıca getməyi nəsib eləsin. O niyyətə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və Ali Muhammed. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər fəsalli li rabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul aliyyul azim.